Salam, hər vaxtınız xeyirli, uğurlu olsun. Dəyərli YouTube izləyicilərim, hər kəs salamlayıram. Gününüz xeyirli, uğurlu keçsin. Bu günləri gözəl günlərdən biri cümə günümüzdür. Cümənizi təbrik edirəm. Allah hər kəsə can sağlığı, xeyirli, mənalı ömür nəsib eləsin. Bu günləri birinci hazırladım. İstədim sizlərlə bölüşüm o birinci gün reseptin. Bu toyuq ətli, fileli bilincikdir. Bu da kəsmiklidir. Bilincik 1 litr süddən hardasa bir 60-70 dənə bilincik çıxdı. 1 litr süd əlavə elədim. 3 dənə yumurta, 1 stəkan şəkər tozu, 2 stəkan, 2 stəkan yarım un, 1 çay qaşığı soda, 2 başqa ya da 1 başqa vanil. Bu qədər qəşəng qarışdırırıq və bilincik tavasında bişiririk. İçinə də zövqə uyğun nə istəsəniz vura bilərsiniz. Çox gözəl bilincik xəmirləri alındı qızlar. Baxın belə. 2 dənəsi də belə qalıb. Baxın, belə yapıb belə. Cırılmayan, belə çox gözəl bilincik xəmir alındı. Baxın. Göz haqqınızı hal eləyin. Allah hər kəsin ruzu bərəkətini versin. Bizlər də onun üçün də. Gəlin sizlərlə bir yerdə bu bilincikləri bölək. Bu toyuqludur. Bu toyuq ətidir. İstəsəniz manatlı da vura bilərsiniz içinə. Belə. Bu da kəsmiklidir. Kəsmikin də içinə kişmiş əlavə eləmişəm. Bir də biraz pesox. Belə. Bu da kəsmikli bilincikimiz. İnşallah ki siz abunə olun, dəstək olun kanalıma. İnşallah ki yaxın müddətdə, zamanda inşallah ki bunun bişirdiyimi hal-hazırda sizə canlı paylaşaram inşallah. Reseptini də hazırladığımı da. Hər birinizə öncədən təşəkkür edirəm. Var olasınız. Allah gözəl qəlbinizi var eləsin inşallah.